Yeniyetmə oğlan çox narahat yatırdı. Yerində o yana bir yana çevrilirdi. Bəzən yuxudan oyanıb qışqırırdı, təngi nəfəs olurdu. O qorxulu yuxu görürdü, sanki onun dalıcan kimsə düşürdü. Və elə bu an onun otağının qapısı sakitcə açıldı. Oğlan onun otağının qapısının necə açıldığını eşitmədi. Otağa sakitcə bir kölgə düşdü. Otağa daxil olan qonağın əlində iti balta var idi. Və bir neçə saniyədən sonra o baltanı gənc oğlanın başına indirdi. ...2008-ci il Respublika Mariel, Kilimara qəsəbəsi milisi və təcili yardımı qonşular çağırmışdı. Dəstəyin o tərəfindən gələn səslərdən artıq hər şey bəlli idi. Milis başa düşdü ki, nəsə bədbəxt bir hadisə baş verib. Hadisə Kamarova küçəsində balaca bir evdə baş vermişdi. Cinayət yerinə gələn milislər qorxunc bir mənzərənin şahidi oldular. Gənc oğlanın cəsədi qanın içərisində öz yatağında baltalanmış halda idi. İstintaq üzrə aparılan qeydlərdən qətlə yetirilmiş Vladimir Nikolayev əllərinin biləngdən baltalanması, bununla yanaşı boyun nahiyəsinə vurulan zərbələr və bir neçə zərbə başa vurulmuşdu. Ekspertizanın ilkin rəyinə əsasən cinayət aləti olaraq balta istifadə olunmuşdu. Qəribə səslənsə də bu baltalanan oğlan hələ də sağ idi. Oğlan aldığı zərbələrə görə və qan itkisinə görə huşunu itirmişdi. Detektivlər qonşu otaqlara baxış keçirdikləri zaman oradan yaşlı bir qadını aşkar etdilər. Detektivlər qadının ağlı başında olmadığını müəyyən etdilər. Ruhi xəstə olan bu qadının bədənində çoxsaylı xəsarətlər var idi. Bu yaşlı qadın yerdə olan barmaqları götürüb səliqəli şəkildə stolun üzərinə düzürdü. Milislər artıq anlamışlar, bu qadının axlı başında deyil. Qadının şok içərisində olduğu da bəlli idi. O tez-tez vurğulayırdı. Mənim adım Roza İvanovna idi. Nikolayın nənəsiyəm. Detektivlər üçün bu cinayət hadisəsi qaranlıq olduğu üçün onlar düşünürdülər. Görəsən kim 80 yaşlı təqaüdçü qadını döyüb və onun nəvəsini baltalayıb. Detektivləri düşündürən sualın cavabını yalnız Volodya verə bilərdi. Amma Volodya təəssüf ki, təcili yardıma aparılarkən yolda keçinmişdi. Tibbi ekspertizanın rəyinə əsasən Nikolayın bədəninə kəsici alətlə 43 zərbə vurulmuşdu. Ekspertlər fikir irəli sürürlər. Bu cinayəti törədən şəxs güclü və böyük bir qəzəbə sahibdir. Detektivlər evə baxış keçirdikləri zaman məlum etdilər ki, evdə nənə ilə və nəvədən başqa daha başqa bir şəxs də olub. Həmin şəxs Valeridir. Vladimirin atası və Roza İvanovnanın oğlu. Aydın oldu ki, Valeri keçən gecə həddindən artıq spirtli içki qəbul etdiyi üçün qonşu otaqda yatır. Detektivlər düşündülər, bəlkə elə Valeri həddindən artıq spirtli içki qəbul etdiyi üçün öz oğlunu öldürüb, sonra isə anasının üzərinə düşüb, onu döyüb. Onsuz da belə hadisələr yenilik deyil. Rusiya kimi dövlətdə bu kimi hadisələr dəfələrlə baş verir. Rusiyanın kənd və qəsəbələrində bir çox cinayətlər demək olar ki 99% içkili halda baş verir. Misal üçün Çuvaşiyada baş vermiş hadisə. Alkoqol halında olan ana 7 aylıq uşağının üzərinə yıxılıb yatmışdı və beləliklə də uşaq boğularaq dünyasını dəyişmişdi. Başqa bir hadisə Vladimirskiy əyalətində baş vermişdi. İçkili halda olan baba öz 7 yaşlı nəvəsini bıçaqlayaraq öldürmüşdü. O nəvəsini bədheybət halında görmüşdü. Arlov əyaləti bəy toy günü gəlini boğaraq öldürdü. İçkili halda olan bəy açıqlamasında bildirmişdi. Mən onu tamadaya qısqandım. Qaydaq mövzumuza. Beləliklə detektivlər Valeri Nikolayevin bu cinayətdə əli olub-olmadığını yoxlamağa başladılar. Bununla yanaşı da həkimlər Roza İvanovnanı da şok vəziyyətindən çıxarmağı bacarmışdılar. 80 yaşlı təqaüdçü qadın qorxunc bir ifadə verdi. O uşağı mən öldürmüşəm. Yaşlı qadın bildirdi ki, artıq mən o uşağın hərəkətlərinə dözə bilmirdim. Detektivlər üçün çox maraqlı bir etiraf idi. Axı necə yaşlı qadın baltanı əlinə alıb nəvəsini baltalaya bilərdi?
Hadisədən yarım il əvvəl Nikolayevlar ailəsini Klimarada demək olar ki, hər kəs mənfi kimi tanıyırdı. Nikolayevlar ailəsinin ən böyük bəlası olan balaca Nikolayev idi. Demək olar ki, ərazi Uçaskovası da ondan təngə gəlmişdi. Volodya çox çılğın bir xasiyyətə malik idi. Elə bir gün olmazdı ki, o həmyaşıdları ilə dava etməsin. Gündən bir günü Volodya həbsxanaya düşdü. Bir yaşlı kişini döydüyü üçün. Həmin yaşlı kişinin bədənində çox sayılı sınıqlar var idi. Zərər çəkmiş şəxs və yaxınları şikayəti geriyə götürmədikləri üçün Volodya 4 il müddətinə həbsxana həyatı yaşamalı oldu. Azyaşlılar üçün təyin olunmuş həbsxanada 4 il həbs cəzası çəkdikdən sonra isə o doğma qəsəbəsinə qayıtdı. Buna baxmayaraq aldığı cəzaya görə o özü üçün həyat dərsi almadı və öz xəssiyyəti demək olar ki, dəyişilməz qaldı. Roza İvanovna şəhərdə yaşayırdı, amma ara-sıra yırtıcı oğlunu və nəvəsini ziyarət etməyə gəlirdi. Qadının onlara yazığı gəlirdi və düşünürdü ki, nə baxsa onlar düzələr. Qonşular bildirmişlər ki, Roza İvanovna demək olar ki, hər bazar günü ağır zəmbillərlə onlara gəlirdi. Yazıq qadın təqaüdünü alan kimi onların qarnını doydurmağa çalışırdı. Amma buna baxmayaraq, nə oğlunun, nə də nəvəsinin bu yaşlı qadına təşəkkür etməyə vicdanları çatmırdı. Vladimirin ancaq dilinə bir kəlmə gəlirdi təşəkkür əvəzinə. Nənə, pul ver, yoxsa öldürərəm səni. Roza İvanovna çox çalışırdı ki, nəvəsini doğru yola yönəltsin. Günlərin bir günü arvad yenə də əlində ərzaq dolu zəmbillə gəlmişdi. Vladimir nənəsini görüb təpi ilə zəmbilləri vurub dağıtdı və yaşlı nənəsindən pul tələb etməyə başladı. Amma nənəsi işini ehtiyatlı görən idi. O öncədən pulu etibarlı yerdə gizlətmişdi. Bizim zamanda adətən nənələrimiz pulu corablarında gizlədərdilər. Yəqin ki, Roza İvanovna da pulu həmin yerdə gizlətmişdi. Elə ki, nəvəsinin pul istəmək tələbini yerinə yetirmirdi, o həmin dəqiqə qadını çölə çıxardıb su quyusuna atacağı ilə hədələyirdi. Sonra Roza İvanovna məcbur qalıb öz təqaüdünü ona verirdi. Yaşlı qadın nə qədər çalışsa da bunları düzəltsin. Mümkün olmurdu. Roza İvanovna çox mərd qadın idi. Öz övladları tərəfindən başına gələn müsibətlərə çox səbr edərdi və heç bir zaman heç kəsə şikayətlənməzdi. Qadın tez-tez ağlayardı. Oğlu isə çox nadir hallarda onu müdafiə edərdi. Çünki o özü də oğlundan qorxurdu. O axmaq uşaq öz qanunları ilə yaşayırdı və elə düşünürdü ki, hər kəs buna bozuludur. Özünə o qədər arxain idi ki, heç düşünmürdü ki, bir gün hər kəsin səbir kasası daşacaq. Cinayət baş verən günü həmişəki kimi Roza İvanovna yenə də əlində zəmbil dolu oğlunun evinə gəlmişdi. Bu dümbələq isə nənəsini görən kimi düşdü onun üstünə. Pul tələb edərək nənəsini döyməyə başladı. Nənəsini döydükcə vəhşiləşirdi. Daha da sürətini artırıb, daha da ağır zərbələr endirirdi. Yazıq arvad isə sadəcə olaraq əlini başına tutaraq onun nə zaman bitirəcəyini gözləyirdi. Beləliklə bu taxtabaş yorulduqdan sonra öz otağına getdi. Ağır aldığı zərbələrdən isə qadın demək olar ki, güclə ayaq üstə dayanırdı və gecəni gözünü yuma bilmədi. Roza İvanovna artıq hər şeyi anlamışdı. O başa düşürdü ki, bu cür işgəncələrə bir daha dözə bilməyəcək və gələn səfər nəvəsi onu mütləq öldürəcək. Roza İvanovna artıq özünü toplamışdı və mətbəxə daxil olub ilk gözünə sataşan balta oldu. Qadın çox düşünmədən baltanı əlinə alıb nəvəsinin otağına yollandı və nəvəsinə yatdığı yerdə zərbələr vurmağa başladı. Roza İvanovna bu cinayət prosesini bitirdikdən sonra isə qonşularının qapısını döyərək təcili yardım çağırmaqlarını xahiş etdi. Qonşular üçün məlum idi, qadın özündə deyildi. Görəsən buna nə ad vermək olar? Qısas, cinayət, yoxsa özünü müdafiə? Bir çoxları və qonşular qadının müdafiəsinə qalxdılar. Hər kəs tələb edirdilər, qadına bəraət verilsin. Bir çoxları da yaşlı qadının bu cür cinayət törədə biləcəyinə inanmaq istəmirdilər. Roza İvanovun oğlu Valeri isə hələ də anlaya bilmədi ki, nə baş verib. Onun yalnız anladığı bir şey var idi. O artıq anasının təqaüdünü bir daha görməyəcək.
Roza İvanovna cinayəti təhrik edildiyi üçün törətmişdi. Yəni qadın elə bir hala gətirilmişdi ki, artıq çıxış yolunu yalnız bu cinayəti törətməkdə görürdü. Demək olar ki, təhrik edilərək cinayətin törətməsinə aid olan bütün cinayətlərdə məhkəmənin hökmü yekdilliklə bir olur, günahsızdır. Amma Roza İvanovnanın məhkəmədə oxunan hökmü fərqli oldu. Məhkəmənin oxuduğu hökmə əsasən təqaüdçü qadın Roza İvanovna cəzasını ümumi cəza çəkmə müəssisəsində 6 il müddətinə həbs olunmuşdu. Dostlar, siz Məxfi Cinayətlər kanalındaydınız. Kanalımıza abunə olaraq videolarımızı bəyənməyi və rəylər bölümündə fikir bildirməyi unutmayın. Sizin fikirləriniz bizim üçün çox maraqlıdır.